Novxanıya sıcaq, gözəl bir yaz havası hakimdir. Yasəmənlərimiz də çiçək açıb, bağ-bağça daha da gözəlləşib və belə bir havada şeir deyilməzmi? Əlbəttə deyilər. El şairi Fərmandan bir ustadnamə, öğüdnamə deməyim gəlir. Vəzifə dediyin qızıl üzükdür. Çalış paslanmasın, qaşı deyərlər. Fikirləş, hər sözü yerində söylə. Baş ayaq vurarsan, naşı deyərlər. Əgər şiş vurarsa tamahın zəri, qarşında qul eylər küllü bəşəri. Atalar sözüdür, nadan, sərsəri, bizə satar, al qumaşı deyərlər. Uca dağlar fəxr eləyər qarı ilə, insan evladı ilə, ağac barı ilə, kim hörmət qazansa etibarı ilə, hər yanda ucalar, başı deyərlər. Arzumdur, namərdi çıxmasın yasdan, pişikdən şir olmaz, tülküdən aslan, minnətli çörəkdən, vəfasız dostdan, yaxşıdır çöllərin daşı deyərlər. Baş vurdum həyata, duydum dərindən, baş açmaq olmazmış sirlərindən, şair fərman düşsə, el nəzərindən, qurumaz gözünün yaşı deyərlər.